Əziz müsəlmanlar, hamınızı Allahın salamı ilə salamlayıram. Bilirsiniz ki, bugün biz artıq Ərəfə günündəyik və Zülhiccənin ilk 10 gününü artıq tamamlayırıq. Və bu barədə Əbu Qatadə radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmdən belə bir hədis rəvayət edib. Mən Peyğəmbər sallallahu aleyhi və səlləmdən belə eşitdim. Ərəfə günü oruç tutmaq bir il əvvəlin və bir il sonranın günahlarına kəffarədir. Yəni Ərəfə günü oruç tutan Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisinə əsasən bir il əvvəl və bir il sonraki günahları bağışlanır. Yəni Zülhiccənin ilk 10 gününü artıq tamamladıq və bu ilk 10 gün hətta bəzi hədislərə əsasən alimlər deyir ki, Ramazanın son 10 günündən daha xeyirlidir. Ramazanın son 10 günündən daha xeyirlidir Zülhiccənin ilk 10 günü. Və Ərəfə günü barəsində də alimlər deyir ki, bu gün edilən duaların heç birisi geri qaytarılmır. Ərəfə günü bilməyənlər üçün deyim, Qurban bayramından bir gün əvvəl həmişə olur, yəni bu dəyişmir. Həmişə Qurban bayramından bir gün əvvəl Ərəfə günü sayılır. Bu gündə oruç tutmaq, Quran oxumaq və ən əsası da Allaha çoxlu dua etmək. Hətta alimlər Qədr gecəsindən də xeyirli olduğunu deyiblər. Nəyə görə? Çünki Qədr gecəsi yalnızca gecə vaxtı dualar qəbul olursa, gecə vaxtı ibadət etmək əfsəldirsə, Ərəfə günü isə gecədən başlayaraq bütün günü, Ərəfə günü bitənə qədər fəzilətlidir. Və yəni gündüz vaxtı da edilən dualar Qədr gecəsində edilən dualar kimidir, hətta ondan da fəzilətlidir. Ona görə çoxlu dua edək. Və Ərəfə günü başqa nələr edilir? Onları deyəcəm. Oruç tutaraq qarşılamaq. Bayaqlar dedik ki, Allahın izni ilə 2 ilin günahlarına kəffarədir. Sübh namazını cəmaatla məsciddə qılmaq. Sonra dərhal yerindən qalxmağa tələsmə. Namazdan sonra zikirlə məşğul ol. Zikr et, Quran oxu, istiğfar elə, çoxlu Allahdan bağışlanma diləmək. Fürsətdir, dualardan sayılır istiğfar.